والدخان. Deyirlər ki, siqaret çəkməyin hökmü nədir? ما يسمى بالدخان وهو التبغ Tütün adlanan şey, istər köhnə, istərsə də yeni növləri, o cümlədən elektron siqaretlər olsun, biz heç bir şübhə etmirik ki, onun çəkilməsi haramdır və caiz deyil. Çünki Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, buyurmuşdu, zərər vermək də yoxdur, zərərə zərərlə cavab vermək də yoxdur. Bu hədisin mənası budur ki, insan nə özünə zərər verə bilər, nə də başqasına. Ağıl sahibləri yektilliklə bildiriblər ki, siqaret çəkmək həm insanın özünə, həm də ətrafdakılara zərər verir. Hətta həkimlər deyirlər ki, ana siqaret çəkirsə, ananın bətnindəki körpə belə zərər görür. Belə olduqda, zərərli şeylərin hökmü əsli etibarilə haramdır. Bu zərərin əvvəl və ya sonra ortaya çıxması fərq etməz. Zərər olduğu halda hökm dəyişmir. Üstəlik, bunun növləri çoxdur və hətta ölümə qədər aparıb çıxara bilər. Həmçinin bizə belə çatıb ki, tütün şirkətləri tütünü içlik edilməzdən əvvəl spirt ilə üzərinə çiliyirlər. Bunu mənə tütün şirkətlərindən birində işləyən bir mühəndis danışdı. Mənim siqaretin haram olması ilə bağlı bir çıxışımı eşidəndən sonra yanıma gəldi və dedi, mən filan şirkətdə məsul mühəndis idim və onlar həqiqətən tütünü doldurmazdan əvvəl spirtlə çiliyirlər. Hər halda, siqaret çəkməyin haramlığı barəsində heç bir tərəddüdümüz yoxdur. Müsəlmanın borcu odur ki, özünü bu bəladan qurtarsın və ona təslim olmasın.